Salam değerli şagirdler, mən Xədicə Baxşıyeva və bugün sizlərlə birlikdə 9-cu sinif buraxılış imtahanda şöbəcə tipli 30 sınav, 30 sualın izahı ilə tanış olacağıq. Ən gözəlini sizə tövsiyə edərəm ki, siz bu 30 sualı mən düzgün cavablarını demədən öncə özünüz işləyəsiniz və daha sonra mənimlə birlikdə yoxlayasınız. Choose the correct variant. Düzgün variantı müəyyən edin. Bir bottles of oil. Ofdan əvvələ baxırıq. Bottles cəmdədir, a few cəmdədir. Doğru cavabımız 1. Piecesə baxırıq. Pieces cəmdə, many cəmdə doğrudur. A lot of həm cəm, həm də sayı mənsimlərin işləndiyinə görə 1, 2, 3 deməli doğrudur. Much water bottles. Muchdan bottlesa baxmalıyıq. Many olardı. Much sayı mənsimlərin işlənir. A little butter, bir də slices. Burada of var. Düzdürmü? Ofdan sonra baxırıq slices və deməli burada a little slices olmaz. Çünki a little saymayan isimlərlə işlənir. Doğru cavabımız Y variantı olacaq. Choose a correct conjunction. Düzgün deməli bağlayıcını müəyyən etmək lazımdır. Jessica her cousin. Either or nor deyə bir bağlayıcımız yoxdur. Either olardı. Both or yoxdur. Both and var. Neither nor doğrudur. Neither or xeyr nor olardı. Neither and dəki səhvdir. Both and və yaxud da neither nor olardı. Deməli, neither norun da iki cür oxunuşu var. Neither nor və yaxud da neither nor. İkisi də doğrudur. Neither Jessica nor her cousin prepared meal for the dinner. Deyir Jessica nə də onun ya əmisi oğlu, əmisi qızı, xalası oğlu, xalası qızı, yəni cousin sözünü bilirik ki, mənası genişdir. Axşam yeməyin üçün yemək hazırlamadı. Axşam üçün yemək hazırlamadı. Bəli. Doğru cavabımız C variantı olacaq. My trip was across Atlantic Ocean from Europe to South America. Deyir ki, burada artikellarla bağlıdır böyük ihtimalle. Correct variant. Was across. Demək, Atlantic Ocean. Bilirik ki, okeanlar, su hövzələri ümumiyyətlə deyə artikel ilə işlənir. Qabağında lake yoxdursa, ona görə ya A olaraq ya Y olaraq qalacaq. From Europe to South America. Bilirik ki, iki təqdim materikdir. Bunlar da artikelsiz işlənir. Demək, doğru cavabımız Y variantı olacaq. Deyək ki, mənim Atlantik okeanı ilə olan gəzintim Atlantik okeanı boyunca deyir. Avropadan deməli, Cənubi Amerikaya doğru idi. Yəni Atlantik okeanı boyunca idi. Belə bir şeydir. Deməli, 4-cü sualdan davam edirik. Baxırıq burada is və other languages. Deməli, bu seçəcəyimiz bizim əvəzlik həm özündən sonra feil tələb edən, həm də özündən sonra isim tələb edən bir əvəzlik olmalıdır. Ona görə də ya what olacaq cavabımız, ya which ola bilərdi. Deməli, deyir ki, who, when, whom, why səhvdir. What is your attitude towards the problem? Deyir ki, sizin bu problemə münasibətiniz nədir? Və other languages do you know? What other languages do you know? Başqa hansı dillər bilirsiniz? Burada artıq what nə deyil, hansı mənasındadır? Doğru cavabımız Y variantı olacaq. Choose a correct variant, düzgün variantı müəyyən edin. Burada both and-i görürük. Both and-i görəndə bilirik ki, cəm xəbər axtarmalıyıq. Ona görə də bunları çıxırıq. Ya C, ya D variantımız doğrudur. Bunu da last week və yaxud da presented görürük ki, keçmiş zamandadır hər ikisi. Deməli, doğru cavabımız D variantı olacaq. 6-cıya baxırıq. My sister, choose a correct degree of the adjective. Düzgün sifətin dərəcəsini müəyyən etməliyik. My sister is a little than. A little və than görürüksə, deməli bu bizim müqayisə dərəcəmizə aid bir sifət olmalıdır. Teenest xeyir, the teenest xeyir, teen xeyir və thinner. Aha. Bilirik ki, bu bir ecal olduğu üçün sifətimiz deməli, comparative degreemizdə sadəcə artırmaqla düzələcək. Ona görə doğru cavabımız D variantı olacaq. Deməli, choose a correct variant, düzgün variantı müəyyən edin. The traffic lights in the street isn't working. Deyir ki, küçədəki işıqforlar işləmir. Traffic lights cəmdədir. Isn't olarmı? Xeyr, aren't olardı. Uzlaşmalıdır axı. The cost of the t-shirt, cost of-a baxırıq. The cost və is, bəli. The tools, alətlər, are, bəli. The scenery of-dan öncə baxırıq. The scenery were, xeyr. Doğru cavabımız 2-3 olacaq. Çünki bilirik ki, tək isim, tək mübtəda, tək xəbərlə cəm isim, cəm mübtəda və yaxud cəm mübtəda cəm xəbərlə uzlaşır. Düzdürmü? Make up a sentence. Deməli, cümlə qurmalıyıq. Burada the children görürük. Fikirləşik ki, yəni mübtəda bu ola bilər. Bir də left-i görürük. Bilirik ki, subject, verb, object bu ardıcılıqla gedir. The children left
grandmother's house with a lot of presents. Deyir ki, uşaqlar nənələrinin evlərini a lot of presents, yəni çoxlu hədiyyələrlə tərk etdilər. Bilir ki, leftdən sonra, yəni ancaq müəyyən bir yerə getmək mənasında olanda preposition işini işlənir. Yəni işlənməyən versiyası da var. Burada da işlənməyib. Doğru cavabımız C variantı. 9-dan deməli davam edirik. Choose the correct variant düzgün variantı. It was in my life. In my life deyirsə, deməli biz burada üstünlük axtarırıq. Deməli, görürük ki, sifətimiz də baddir. Deməli, bad, worst, the worst. Deyək ki, bu həyatındakı ən pis hədiyyə idi. Worst xeyr, bəli. Deməli, doğru cavabımız Y variantı olacaq. Bu kökündən dəyişən deməli sifətlərdir. İmtahandan öncə onları da təkrarlamağınızı məsləhət görürəm. 10-cu sualdan davam edirik. Choose the correct variant düzgün variantı müəyyən edirik. Students cəmdədir. A few cəm isimlərini işlənir. Bəli, many furniture olmaz. Much furniture olardı. Çünki furniture sayılmayan isimli bilək ki. Few ship. İndi burada fikirləşirik ki, ship həm sayıla bilən təkdir, həm də təki cəm eyni isimdir. Amma few ship'i götürə bilərik. Çünki burada cəm versiyasında da işlənmiş ola bilər, düzdürmü? Much hairbrushes, xeyr, hairbrushes daraqlardır və sayılır, many ilə işlənərdi. Doğru cavabımız deməli A variantı 1-3 olacaq. 11-dən davam edirik. Choose the correct variant, düzgün variantı müəyyən edin. Those lambs wool very soft. Deyir ki, o qoyunların yunları, quzuların yunları çox yumuşaqdır. Wool sayılmayan isimdir. Ona görə də is və was götürəcəyik. Doğru cavabımız A variantı olacaq. Choose the correct variant. Düzgün variantı müəyyən edin. As the airport was far from düzgündür. My house. Deyir ki, aeroport evindən uzaq olsa da I asked my friend to come with me. Ask bilirik ki, elə feillərdəndir ki, özündən sonra yəni to-lu obyekt qəbul etmir. Ona görə doğru cavabımız D variantı olacaq. I asked my friend to come with me. Mən deyir, xahiş etdim ki, o da məndən gəlsin. Və yaxud da soruşdum ki, o da məndən gəlsin. Yəni, burada xahiş eləmək mənasında daha uyğundur. Doğru cavabımız D variantı olacaq. 13-cü sualdan davam edirik. Choose the correct tense form. Düzgün zaman formasını müəyyən etməliyik. Daniel on the computer at the moment. He was spent most of his time at the computer. At the moment isə deməli biz hansı variantı götürəcəyik burada? Əlbəttə ki, deyəcəksiniz ki, present continuous götürməyimiz daha doğrudur. Bəli, present continuous-a aid bir feili götürəcəyik. O da düzəlməsi is və yaxud da are plus verb ing olacaq. Deməli, at the moment hal-hazırda bu zərflə görə seçirik. Deməli, doğru cavabımız Y variantı olacaq. Davam edirik 14-lə. Deməli, choose the correct modal verb. Düzgün modal feili seçməliyik. To var, düzdürmü? To ilə hansı modal feil işlənər? Baxırıq, haven't, xeyr. Bunun düzgün variantı didn't have to olardı. May ilə işlənməz, must-dan işlənməz, can-lə işlənməz. Doğru cavabımız A variantı. I have to think deeply to make a decision. Deyir ki, mən qərar vermək üçün dərindən düşünməliyəm. Choose the correct modal verb. Yəni düzgün modal feili seçməliyik. It is raining outside. You take an umbrella. Deyir ki, çöldə yağış yağır. You are able. Bilirik ki, bu to-suz işlənmir. To be able to. Have to. Bu da to ilə işlənməlidir. Have to yenə də bu da. Ought to. Bu da to ilə işlənməlidir. Doğru cavabımız D variantı qalacaq. Deyir ki, çöldə yağış yağır. Sən gərək ki, öz çətirini götürəsən. D variantı. 16-cıdan davam edirik. Don't make it. Make var burada, değil mi? Complete the sentence. Demə cümlə müəyyəndir. Tamamlayın. Make it. Make-dən sonra biz bilirik ki, deməli, bare infinitive object və plus bare infinitive gəlir. Infinitive, yəni heç nəsiz məstər. Him to do xeyr, he does xeyr. Ümumiyyətlə, bu da obyektallı objekt olmalıdır bu arada. Ya isim, ya da ki, obyektallı əvəzlik. Deməli, doğru cavabımız B variantı olacaq. Don't make him do it. Deyək ki, ona icazə vermə bunu eləsin. Change the sentence into passive voice. Deyək ki, məchunla və çevirin cümləni. The mother
punished her daughter. Deyir ki, ana öz qızını demə cəzalandırdı. Biz buna necə deməliyik? Qız cəzalandırıldı deməliyik. Ən birinci deməli her daughter. The daughter olacaq bizim mübtədamız, yeni mübtədamız. Obyektimiz gəlib mübtəda yerində durur. 1-2 məhsul növdə. Ona görə the mother-la başlayan variantları çıxırıq. Aha, the daughter-dan başlayacaq. Bir də punished. Görürük ki, keçmiş zamandadır. Keçmiş zamandadırsa, deməli onun feili was və yaxud da were plus participle to olaraq düzələcək. Is səhvdir. Burada punished artıq normal versiyadadır, səhvdir. The daughter was punished by her mother. Deyir ki, qız ana tərəfindən cəzalandırıldı. Doğru cavabımız B variantı olacaq. 1-2 passive voice-da deməli tamamlıq mübtədanın yerində durur. Daha sonra isə zamana uyğun olaraq biz was, were plus participle to və yaxud da is, are plus participle to və yaxud da have, has been və yaxud da will be plus participle to olaraq dəyişirik. Doğru cavabımız B variantı. 18-dən davam edirik. Choose the correct variant, düzgün variantı müəyyən edin. Do your test. Öz testini yourself, özün elə. Yourselves, özünüz eləyin. Çünki biz də bilmirik axı yourself və yourselvesdir. Yəni bilmirik ki, siz və yaxud da səndən danışır. Onun doğru cavabımız 1-5 B variantı olacaq. The book, choose the correct variant, düzgün variantı müəyyən edin. The book is on the table is mine. Deyir ki, stolun üstündə olan kitab mənimdir. Who xeyir, whose xeyir, what xeyir, where xeyir. The book which is on the table is mine. Deyir ki, the book'u deməli əvəz eləmək üçün biz which'dən istifadə etdik. Deməli, stolun üstündə olan kitab mənimdir. Bir tərəfində cansız isim var, bir tərəfində də feil var. Ona görə də biz burada which istifadə edirik. Deməli, 20-ci suala izah edək. Choose a line of irregular verbs. Regular qaydalı, irregular qaydasız feillərdir. Begin, began, start, started, and ended. Think, thought, use, used qaydalıdır artıq. Teach, taught, watch, watched, watched qaydalıdır. Lose, lost, find, found, win, won. Aha, bu hamısı qaydasızdır. Believe, believed. Aha, artıq bu getdi. Doğru cavabımız D variantı olacaq. Davam edirik 21-ci sualla. Choose the correct variant. Düzgün variantı müəyyən edin. They met their friends while they were on holiday in Greece. Aha, deməli, biz on holiday ifadəsi var. Bilirik ki, they were on holiday. Aha, they were on holiday in Greece. Bilirik ki, Greece də ölkədir də, yəni Yunanistan'da. Ona görə də doğru cavabımız C variantı olacaq. Choose the correct variant. Düzgün variantı müəyyən edin. Scientist success. Birinci, deməli, biz əvəzliyimizi cəm götürməliyik. Niyə? Çünki scientists